Misal üçün deyirəm ki, şahid məsələ həll edir. Məsələni necə həll edir? Bir yolla, üsulla, proseslə. Bu olur prosedural bilik. Və yaxud da deyirəm ki, şagird maşının işləv vəziyyətə gətirilməsini bacarır. Yəni onun yolunu bilir ki, nəyi nədən sonra etməliyəm. Bu prosedural bilikdir. Aydındır. Necə sualına cavab verir. Necə sualına. Biz istənilən bir cümləyə necə sualını verərək prosedural biliyi orada müəyyənləşdirə bilərik. Məsələn deyirəm, şagird bayaq dedim ki, maşını işləv vəziyyətə gətirdi. Nə sual ortaya çıxır? Necə gətirdi işləv vəziyyətə, düzdür? Necə gətirdi, bu orada artıq prosedural. Prosesi mənə izah eləməlidir orada. Belə. Və yaxud da ki, məsələni həll etdi. Necə həll etdi? Hansı yolla həll etdi? Yəni, hansısa yolla həll eləməsi olur? Prosedural bilik. Şagird əsəri səhnələşdirir. Səhnələşdirirsə bu olacaq prosedural bilik. Yəni, bildiyim, o əsəri öyrənib, indi də başlayır onu səhnələşdirməyə. Deməli, orada proses izah olunur. Səhnələşdirəndə bir arzılıq var. Tətbiqə əsaslanır, bəli. Riyazi, üsul, metod, yolları bilmək hamısı prosedural bilikdir. Və